Salam, gəlin bu gün birlikdə padej sualına baxaq. Sual 18. Работать dizayner. Yəni dizayner olaraq işləmək. Əgər biz kim olaraq, nəçi olaraq işləyiriksə, həmin peşəni, işi tvarçılın padejə qoymalıyıq. Bu tvarçılın padejin predloqsuz işlənmə qaydalarından biridir. Dizayner sözü ikinci skloniya olduğuna görə tvarçılında onu qəbul edir. Работать dizaynerim. Deməli 1C. 2-də predloqumuz var, na predloqu. Bu və na predloqları vinitilin və predlojni padejlərdə var idi. İndi bunun hansı padej olduğunu bilmək üçün feildən sual veririk. Sидеть, oturmaq, sahildə yoxsa sahilə? Əlbəttə ki, sahildə. Oturmaq harada? Mən harada sualını verirəmsə, deməli predlojni padejdir. Берег sözü predlojni padejdə nə qəbul edir? Bu söz u qəbul edən sözlərdəndir. Biz bilirik ki, predlojni padej 1-də, 2-də ye, 3-də də i qəbul edirdi. Amma predlojni padejdə istisna bir sıra sözlər var idi. Берег, sad, год, ряд, port və s. Bunlar u qəbul edirdi. Deməli 2B. 3-də deyir, встретить товарищ, deməli dostu qarşılamaq. Həmçinin biz feildən kimi nəyi sualını veririksə, vinitilin padej gəlir. Burada dost da canlı olduğuna görə, dost anlayışı. İkinci skloniya söz canlı olduğuna görə vinitilin padejdə a qəbul edəcək. Ümumiyyətlə yadımızda saxlayaq. Встретить, встречать sözlərindən sonra gələn subyekti biz vinitilin padejə qoymalıyıq. Bu bir neçə dəfə imtahana da salınıb bu sual.